İran devletinin 12. devr meclis seçimleri, adda meclis seçimleri geçirildi. Genelde baktığımızda katılım oranı yani mizan-ı müşariket genel vasitede çok düşüktü. Yani bu seçimleri İran'da geçen seçimlerle kıyas edende düşük seviyede bir katılım oranı var. Yani müşariket mizanı var. İran'ın genelinde bu düşük oranı görmək olur. Ama bu düşük oran fərqli bölgeleri nəzərə aldığımızda çarpıcı formada katılım oranını yani mizan-ı müşariketi fərqliləndirir. Mesela Tehran'a baktığımızda katılım oranı %21'i gösterir. Ama Azərbaycanı Qərbiyə geldiğimizde orada katılım oranı 50'nin altındadır. Yani en azı katılım Tehran'la kıyas edəndə 2 bərabərdir. Baxmayaraq ki, hər halda səs verənlərin, rəy verənlərin sayı səs vermə haqqı olanların yarısıdır. Ama burada ciddi bir sual karşımıza çıxır. Ne üçün bazı bölgelerde katılım seviyesi, iştirak seviyesi başka bölgelerden fərqlənir? Mərkəzçi medyaya baktığımızda bu katılım oranının yükselmesi İran'ın fərqli bölgelerinde o bölgelerin yoksulluğuna, iktisadi cəhətdən geriye kalmalarına ve cemaatin yoksul olmağına bağlayır. Baxmayaraq ki, bu əlbəttə ki, bir faktor kimi gözdən qaçmamalıdır ki, yoxsul bölgələrdə ağahlıq dərəcəsinin aşağı olması üçün ciddi və siyasi məsələləri nəzərə almadan qatılım oranı oralarda biraz yüksək ola bilir. Amma əcəba yalnız yoxsulluq və iqtisadi cəhətdən geriyə qalmışlıq bu bölgələrdə katılım oranını artırır, yoksa başka faktorlar da bu katılımın yükselmesinde bir rolu vardır. Məncə, iqtisadi ve yoksulluk faktorundan əlavə başka ve çok ciddi faktorlar da fərqli bölgelerde katılım oranının artırmasında ciddi rolu vardır. O cümlədən fərqli bölgələrdə, məntəqələrdə siyasi aktorların meydana gəlməsidir. Və bu aktorların bölgesel rolları üçün və bəzən çəlişkili stratejiləri üçün bölgesel siyasi güclər arasında rəqabət meydana gəlir və o rəqabət mərkəzi dövlətin seçimlərində etkili formada bir rol oynuyor. Adın çəkdiyim bu bölgesel ve yerel güclər İranda yaşayan xalqlara ait milli ve siyasi hərəkətlərdir. Zaman geçtikçe ve bu hareketler kütlevileştikçe seçim ərəfəsində fərqli siyasi hareketler arasında çəlişkini, rəqabəti və hətta xusuməti belə görmək mümkündür. Yəni əgər dünənə qədər İran devletinin seçimleri sade formada yalnız vətəndaş İran rejimine karşı mücadelesinde iştirak etmemesinden ve seçimleri boykot eləməsindən söz gedirdi. İndi isə bölgədə siyasi hərəkətlərin formalaşması və onların kütləviləşməsi, yerel seçimlərdə bu cərəyanların bir-birinin qarşısında yeni stratejilərin götürməsi və fərqli siyasətlərlə qatılım oranını, yəni mizan-ı müşarikətini o bölgələrdə çoxaltmasına yol açır. Buna misal olaraq Urmiye ile Tehran'ın katılım oranına ya mizani iştirakına dikkat edirsek Tehran'da eğer %21 katılım oranı vardı, Urma'da o katılım oranı %50'nin altında olur. Yani %45 ile 50'nin arasında olur. Bu hadisenin izahını yalnız Urmiye'nin yoksulluğu ile izah etme mümkün değil. Ama yerel siyasi faktörleri meselenin analizinde artırılırsa bu sonuçların ve katılım oranının değişik olmasını başa düşməkdə çətinlik çəkmək olmaz. Çünkü fərqli bölgelere baktığımızda hatta Urmiye'den bile yoksul olan bölgelerde katılım oranı Urmiye kadar yüksek olmamıştır. Bu hadise İran'ın siyasi simasını merkez çevre arasında
yalnız xalqlar İran rejimi qarşısında durmadan mürəkkəb bir halə gətirir. Yəni xalqlar bir tərəfdən İran rejiminə etirazımızı göstərməkdən ötürü seçimləri boykot edib və iştirak etməyən halda yeni meydana gələn bölgesel qrupların və onların kütləviləşməsi qatılım oranı bölgelərdə yüksəlmədədir. Yəni sadəcə deyilirsə, İranda seçimlər sadə bir formadan, yəni xalqlar rejimi əleyhinə formadan çıxıb özünə bir mürəkkəb bir hal almışdır. Biraz Urmiye'də geçen seçimi nəzərdən keçirdək və orada çarpıcı değişmələrin səbəblərini axtaraq. Geçen 45 ildə bir istisnadan sonra heç zaman Urmiye'den Kürt nümayəndəsi İranın Mərkəzi Məclisinə gitməmişdir. O istisna nedir? O istisna İslahat devrinə bağlı bir istisnadır. Yəni Xatəmigil məclisin çoxunluğunu təşkil edən devrdə islahatçılar Urmiye'də də istər-istəməz islahatçılara özən daha çox göstərildi və o zaman o 3 nümayəndə içindən birini 2 devr Kürt və islahatçı olaraq İran məclisinə göndərildi. Ondan sonra da hər zaman Urmiye'nin hər 3 nümayəndəsi də Türk olmuşlar. Ama dünənki seçime baktığımızda Urmiye'den 3 nümayəndənin ikisi Kürt seçilmişler. Elbette ki Urmiye'den bir Kürdün meclis nümayəndəsi seçilmesi təəccüb yeri olmamalıdır. Çünkü her halda Kürtlər Urmiye'də və Azərbaycanın başqa şəhərlərində yaşamaqdadırlar və ləyaqət əsasında seçilmə söz konusu olursa onun Türk olup veya Kürt olmasında münaqişə olmamalıdır. Ama Urmunun seçimleri bir nümayəndənin seçilmesi Urmiye'den onun ləyaqətinin olup olmamasına heç dəxli yoktur. Çünkü İslam Cumhuriyetinin yapısı ləyaqət əsasında qurulmur ki, bugün bunu veya o birisi nümayəndəni ləyaqət əsasında dəyərləndirib və onun məclisə gedib getməsini vurğulayaq. Məsələ tamamilə bir başqa alanda baxılmalı və analiz olmalıdır. Kürt siyasi hərəkatına baxdığımızda Urmuda və hətta Qərbi Azərbaycanda bir siyasi məqsəd və hədəf izlənir. Və bu siyasi hədəf və məqsəd də gizlənilmir. İllər boyudur Kürt siyasi təşkilatları və hətta kültür adamları belə və hətta rejimin içində Kürt mənsubiyyəti olan şəxsiyyətlərin Azərbaycan Qərbini Kürdistan tanıtdırmaqlarıdır. Və Azərbaycan Qərbiyə yeni saxta adlar verməklə, ərzi iddia ilə bu fikri Kürt xalqının bir bölümünün zehniyyətinə intiqal etməkdə bəzi başarılar da əldə etmişlər və bu seçimdə Kürtlərin yüksək səviyyədə seçimlərdə iştirak etməsini və Kürt nümayəndələrinin Urmudan seçilməsi ilə güya hüquqi cəhətdən Urmuda Kürtlər çoxunluqdadır deyə təmsil olmaları hədəf tutulmuşdur. Halbuki Urmiye'nin cəmiyyət tərkibinin, Türk və Kürt tərkibinin vəziyyətinə baxdığımızda geçen 45 ildə hər zaman hər 3 nümayəndə Türklərdən seçilmişdir deyə bir devrə ilə 2 nümayəndənin Kürt seçilməsi ilə Urmiye'nin əksəriyyəti Kürtdür deyə göstərmək olarmı? Bu seçimə baxdığımızda %50'nin altında bir iştirak Urmiye'də göstərir ki, %50 cəmiyyət səs verməmişdir. Acaba bu %50 səs verməyən insan Urmiye'də Kürdmü yoksa Türk mü? Məntiqi baxdığımızda Kürtlər geniş vasitədə seçimlərdə iştirak etməyə tövsiyə olurlar. Və meydani xəbərlərə görə nə qədər mümkünmüş Kürt kökənli insanlar Urmuda sandıq başına gətirilənib və onlarda bir vasitə ilə səslərini sandıqlarda əks etdirib və gördüyümüz qədər 3 Urmu nümayəndəsinin ikisi Kürt seçilmişlər. Amma bu faktın ötərisi o 50% evdə qalanlardılar. Yəni Urmiye'nin yarı cəmaəti ya seçimlərə inancı olmadan sandıq başına gəlməmiş və səslərin sandıqlara verməmişdirlər. Bu 50%'in əlbəttə ki bir bölümü Kürt olabilir. Amma Kürt hərəkatının
Kürt xalqını bu seçimlərdə iştirak etməsini, səfərbər etməsini görürük. Elə buna görə də evdə qalanlar, seçimdə iştirak eləməyənlər və o şəhrin yarısı iştirak eləməyən yarısının genelde Türk olmaları kesinlikle aydındır. Elbette bir faktora da bu arada işaret etməyim lazımdır. Bu çelişki ve rəqabət bir tərəfdən də İran rejiminin yerel məsulları arasında bir güc rəqabəti ya cəngi qudrət var ki, bu cəngi qudrət istər istəməz bu seçimdə öz etkilərini bir türlü seçim sonuçlarına vermiştir. Başka bir pəncərədən baxdığımızda bu yeni ve yerel siyasi aktörlerin meydana gelmesi ve çok değişik formada siyaseti etkilemesi İran rejimi tarafından necə qarşılanacaq diye düşünmek lazımdır. Elbette ki bugün İran rejimi tarafından qeyri-fars arasında her türlü çelişme ve çatışmadan yüksek seviyede menfaat kazanmasını herkes başa düşebilir. Buna göre bir türlü İran rejimi ve onun ittilatı organları xalqlara ait siyasi hərəkətləri birbirinin karşısında koymakta ve bu çelişkini artırmakta ister istemez bir rol oynamaktadır. Ama bir başka taraftan ve bir önemli taraftan bu hərəkətlərin kütləviləşməsi ister istemez İran rejimine ələlxüsus değişikliklerde bir ciddi rol oynamasını indidən başa düşmək olur. Ama son söz bu ki, Urmiye'nin seçimlerinden nəticələnən ilginç hadisenin bir tarafı da Urmiye'de Türk xalqının milli maraqları üçün həssasiyyətlərinin zəif olması, milli şuurun düşük bir səviyyədə olması, milli mənfəətləri geniş vasitədə toplumda Urmiye'de düzgün vasitədə yayılmamasının sonuçlarını da göstərməkdədir. Amma seçiminin sonuçları ve nəticəsi Urmiye'de yaşayan Türk xalqının oyanışı üçün ciddi bir uyarı, huşdar rolü oynamağını düşünürəm. Ümumiyyətdə insanlar rəqabətdə, çəlişkidə və hətta bir xəsmanə davranış nəticəsində əqli başına gələ bilir, ağah ola bilir, maarifləşə bilir. Bəlkə Urmiye'də xalqımız uyarıya ehtiyacı varmış. Bunu toplumsal gedişat bizə göstərəcəkdir.